Pinduoduo'dan aldığımız məhsulların qutu açılımını edirik. Gəlin sizlə sifariş verdiyimiz bu məhsulun qutu açılımını edək. Məhsulun çatdırılma müddəti hardasa 1 aya gəldi, çatdı. Bunun səbəbi isə geri qaytarılma olundu və ondan sonra yenidən sifariş etməli oldum. Kargoya niyə 8 manat ödədim? Ondan danışacağım videonun gedişatında. Hamıya salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bu günlərim mən sizlərə Pinduoduo'dan aldığımız test məhsulumuzun qutu açılımını edəcəyik. İnanıram ki, sizin üçün də maraqlı bir video olacaqdır. Video gedişatı boyunca Pinduoduo'dan alış-veriş təcrübəmi, sifariş zamanı hansı problemlərlə qarşılaşdıq və sifariş etməyə dəyərmi, dəyməzmi bu kimi məsələlər haqqında sizlərə ətraflı məlumat verəcəm. Kanalımızın abunəçiləri, daha çox keçmiş videolarımızı izləyən insanlar bilirlər ki, mən ilk olaraq Temu ilə Pinduoduo'nun müqayisəsi videosunu çəkmişdim və həmin videodan Pinduoduo'ya maraq yaranmışdı. Daha sonra isə Pinduoduo'nu Azərbaycan dilinə çevirmək, daha sonra sifariş qaydası, qeydiyyat qaydası və bəyannamə prosesi haqqında videolar paylaşmışam. Videonun son ekran bölməsində, videonun bitişində həmin videoları da görə bilərsiniz, izləyə bilərsiniz. Ona görə də axıra kimi izləyin. Dostlar, burada bizim Çindən gələn belə bir bağlamamız mövcuddur, gördüyünüz kimi. Dostlar, istəyərdim ki, ilk olaraq mən sizlərə Pinduoduo'dan çatdırma prosesi haqqında ətraflı məlumat verim və sonda isə bağlamanın qutu açılımına keçək. İlk olaraq, baxın, sizlərlə birlikdə sifariş videomuzda mən corabı test olaraq sifariş etdim. Deməli, Çin pulundan 5 yuan ödədik bu məhsula. 5 yuan da hardasa bizim pulundan 90 neçə qəpik eləyir, səhv etmirəmsə, indiki valyutaya nəzərən. Çox ucuzdur Pinduoduo'da qiymətlər, həqiqətən də çox sərfəlidir. Amma burada çatdırılma pulunu biz nəzərə almalıyıq. Çünki çatdırılma pulu hal-hazırda Çindən Azərbaycana daşıma həyata keçirən kargolar təxminən kilosunu 16-20 manat arası bir qiymətə daşıyır. Stabil deyil, dəyişə bilər qiymətlər. İndi bazar qiyməti oynayır həmişə bildiyiniz kimi və ona görə də tam dəqiq məbləğ deyə bilmirəm. Mən bu məhsul üçün nə qədər ödəniş elədim və neçə günə gəldi? İlk olaraq bunlar haqqında danışım. Çatdırılma müddəti, deməli, Çin daxili kargo var. Biz satıcıdan məhsulu aldığımız zaman, atıram, buradan bura çatdırılma müddəti hardasa 3-5 gün ərzində olmalıdır. Maksimum 7 gün. Pinduoduo'nun özü də orada qeyd edibdi. Amma satıcıdan bizim xarici ambara, yəni kargo şirkətinin oradakı ambarına çatdırılma müddəti məndə 14-15 gün çəkdi. Təsəvvür edin ki, xəritədən izləyirəm, baxıram, görürəm ki, kuryer qabağa gedir, arxaya gedir, nə bilim, sağa gedir, sola gedir, amma xarici ambara tərəf yola düşmür. Orada Pinduoduo'dan sifariş verənlər bilir ki, orada kuryerin harda olmasını şəhər və şəhər, qəsəbə və qəsəbə belə izləmək olur da, yenilənmə daimi olur. Çində bu çox inkişaf edibdi, alış-veriş saytlarının içindən görmək olur. Əlavə olaraq da ki, mən düşündüm ki, yəqin ki, çatdırma olar, amma sonra gördüm ki, mənə bildirişlər gəlir ki, çatdırılmanız gecikir, istəyirsinizsə iade eləyə bilərsiniz məhsulu. Mən də birinci dedim ki, yox da iade etməyim, bir də təzən sifariş verib kuryerlə göndərmək əlavə müddət çəkəcək. Bildirdim ki, məhsulu göndərsinlər xarici ambara. Üstündən 1-2 gün keçdi. Mənə bildirdilər ki, yəni mümkün deyil, kuryer bağlamanı itirib, ünvanı tapa bilmir və s. və s. Təzən sifariş verib. Mənim pulum geri qayıtdı. Sifariş verdiyim məhsulların pulu geri qayıtdı və sifariş videomuzda görsəz orada 2 dənə məhsul sifariş vermişdim. Biri səhv etmirəmsə adapter başlığı idi, yoxsa adapter idimi? Bir dənə də corab idi. Yəni test məqsədi sadəcə sizlərə örnək olsun deyə göstərmək üçün zakaz vermişdim, amma mən sonradan bir dənə corabı sifariş verdim ki, əsəbləşmişdim deyə. Həqiqətən mənim cümlə var idi ki, məhsul tez çatdırılsın və çatdırılma ilə bağlı video və qutu açılımı videomuz daha tez gəlsin. Corabı sifariş etdim, pulum geri qaytarıldı. Corabı təzən sifariş etdim. Xarici ambara çatdırılma müddəti, hansı ki dedim, satıcıdan xarici ambara çatdırılma müddəti cəmi 3 gün çəkdi və eyni satıcıdan sifariş verdim bilərəkdən ki, ikinci dəfə bu səhvə yol verəcəklərmi? Gördüm ki, yox, həqiqətən də orada kuryer səhv eləyib, tapa bilməyib ünvanı, yoxsa nəsə bir problem, kuryerlə bağlı problem idi. Yəni nə satıcının günahı var idi, nə alıcının. Və Pinduoduo da həqiqətən də tez 3 gün də çəkmədi, daha 2 günə pulum kartıma oturdu. Məhsul çatdırıldı xarici ambara. Məhsulun bəyannamə videosu var. O videonda, bu videonun axırında qoyacağam. Əgər Pinduoduo'dan sifariş etmək istəsəz, o videoları da izləyə bilərsiniz. Pinduoduo'dan gələn sifarişləri xarici ambara daxil olduqdan sonra necə bəyan edə bilərik?
onu göstərdim videoda və bəyannaməmi etdim. Bəyannaməni doldurdum, fakturamı əlavə etdim. Orada çatdırılma pulu qeyd olunmuşdu. Çatdırılma pulu isə 8 manat 48 qəpik. Çatdırmanı Koliplus şirkəti elədi. Buradan təşəkkürümü də bildirirəm Koliplus şirkətinə. Yəni onlarla bağlı heç bir problemim olmadı. Rahat bir şəkildə də bağlamamı təhvil aldım. Koliplus şirkətinin oradakı üstünlüyü nə idi? Mən sizə deyim. Deyə bilərsiniz ki, 90 qəpik belə deyək, bir məhsula, yəni bir coraba 8 manat 48 qəpik ödəməyə dəyərmi, dəyməzmi? Dərinliyinə getsək, bəli, dəyməz. 8 manata belə deyək 10 dənə corab alarıq. Amma ki, mən bunu test məqsədi göstərmişdim. Mən sizə demirəm ki, gedin ümumi corab alın. İndi o nüanslara da gələcəm. Koliplus şirkətində dastavka pulu 8 manat 48 qəpik ödədikdən sonra mənim oradakı bonus hesabıma da 2 manat 72 qəpik geri qaytarıldı. Ümumilikdə 5 manat neçə qəpiksə çatdırılma pulu ödədim. Və yerdə qalan o bonus hesabıma qayıdan 2 manatı növbəti Çin sifarişimdə daşıma balansı kimi istifadə edə biləcəm. Koliplus şirkətinin belə bir də üstünlüyü var, yəni istifadə edə bilərsiniz. Əlavə olaraq da ki, məhsulu xarici anbardan Bakıya çatdırılması da hardasa 1 həftə 10 gün belə bir müddət çəkdi və İçəri şəhər filialına gəldikdən sonra mən yaxınlaşdım, oradan təhvil aldım. Ödənişi də onlayn qaydada etdim Koliplus tətbiqinin içindən. Ödənişi etdikdən sonra səhərsi günü mənim bağlamamın deməli bu hansı ki demişdim 2 manat 72 qəpik geri qaytarıldı. O pul mənim bonus hesabıma geri qaytarıldı. Ümumilikdə 5 manat neçəsə qəpik, yadımdan çıxıb qəpik. Bu bağlamamıza çatdırma pulu ödədim. Bu məhsulu demirəm gedin alın. Dostlar, Bakıda elə bir məhsul var ki, atıram. Bu qayçı Bakıda 100 manat. Qayçının çəkisini bilirik ki, yüngüldür. Yəni ki, burada 30-40 qram qayçının çəkisi var. Düzdürmü? Lap 50 qram. Və bilirik ki, bu 100 manat. Okay. Bu qayçını Çində satırlar 20 manata. Mən hesablayıram ki, Pinduoduo'da bu 20 manatdır da tutalım. Mən bu qayçını 20 manata Pinduoduo'dan alsam və çatdırılma pulu gəlsin lap 20 manat. Başa düşdünüz nə demək istəyirəm? Çatdırılma pulu mən 20 manatda ödəsəm, ümumilikdə mənim bu məhsul üçün 40 manat xərcim çıxır və yenə də Azərbaycandakı qiymətindən qat-qat ucuz qiymətə alıram. Başa düşdünüz nə demək istəyirəm? Ola bilər ki, məhsulun qiyməti ilə çatdırılma pulumuz eyni olsun, amma Bakıdakı qiymət yenə də sərf eləmir bizə. Başa düşdünüz? 40 manat ara, 100 manat ara. Yəni lap çatdırma pulu 30 manat gəlsin, məhsulun qiyməti 20 manat olsun. Ümumi bu məhsulun gəlməyinə bizim 50 manat xərcimiz çıxır və yenə də biz büdcəmizə qənaət etmiş oluruq. Amma gedib də ucuz bir məhsul alırıq. Məsələn, Bakıda o 1 manatdır. Çində gördüm bu 80 qəpikdə alım. Təbii ki, sərf eləməyəcək. Onsuz da yəni o 20 qəpiyə görə dəyməzlər. Gedib yol pulu verib və yaxud da ki o enerjimizi xərcləyib gedib təhvil məntəqəsindən elə 20 qəpik dəyərində o enerji sərf eləyirik, məsələn deyirəm. Və yaxud da elə yol pulu verib hardansa gedib götürəcəksə də elə gəlir o corabın qiymətinə eyni başa-baş olur. Ona görə də yəni xırda məhsulları gördüm mən ucuzdur, gedim alım, düz deyil də. Başa düşdünüz nə demək istəyirəm? Çindən məhsul birbaşa sizin evinizə gəlmir ki, gedib hardansa təhvil alırsa çatdırma pulu ödəyirsiniz. Bu kimi nüansları mütləq nəzərə alın və tariflər bölməsinə oxuyun. Hər nəysə, bunlar sizin üçün faydalı məsləhətlər idi. Dedim biləsiniz, alış-verişin hansı ki o görünməyən tərəflərində əsas reallıqlarını da görün. Məhsulun qutu açılımına keçək. Mən deməli sifarişimi açıram. Əslində belə vaulu bir məhsul deyil, sadəcə dediyimiz kimi test məhsuludur və mən həmişə də test məhsullarını belə rəxtsiz məhsullara ağlıma nə gəldi həmin anda onu verirəm. Bəzən kabro zakaz verirəm sifariş üçün, bəzən də corab. Həm ucuzdur, məsələn deyirəm, həm də ki yüngül bir məhsuldur. Başa düşdünüz nə demək istəyirəm? Siz də hər hansı bir saytı sınamaq istəyirsinizsə gəlməyini, ilk öncə ucuz məhsullar sifariş edin. Okay, neçədən corab qoyublar? Bağlamanın belə Temudakı kimi açılıb bağlanan relsi paketi var. Bu ümumi paketlənmədir bu heç. Bu da bizim corablarımız. Corabların materialı yaxşıdır, hətta əladır. O, sintetika oxşatmır. Materialdan çox anlayışım yoxdur, amma yəni sintetika iyisi gəlmir. Mənə elə gəlir ki, bu pambıq olacaq. Düz Çin dilində yazılıb üstünə, amma həqiqətən də neçə corabdır? 3 dənə corabdır. Bir ağ göndəriblər, sağ olsunlar. Qara. Bu ağ cütümüz belə göstərim, baxın, kameraya yaxın olsun deyə. Bu da boz rəng. Yəni o sintetikanın qoxusu biraz başqa cür olur. Çox qəşəng, bəyəndim şəxsən. Nə qədər ödəniş eləmişəm? 5 yuan. 5 yuandakı tam dəqiq çevirib ekranda qoyacağam. Təxminən 90 qəpik pul vermişəm. 90 neçə qəpik lap olsun. Corabın biri 30 qəpiyə də belə deyək. Əslində sərfəlidir, sadəcə çatdırma pulları. İnşallah ki, dua eləyək ki, çatdırma pulları düşsün və hər hansı bir kargoda ən azından Pinduoduo'dan birbaşa sifariş həyata keçirsin. Belə bir şeyləri arzulayaq. Oradan biz məhsul alanda ucuz ala bilərik. Okay. Məhsulların çatdırıldığını gördünüz və ürək rahatlığı ilə gedib sifariş verə bilərsiniz.
sifariş də hardan verəcəksiniz? Ali Qasimzadə. Ali Qasimzadənin kanalından baxıb izləyib, yəni mənim kanalımdan sifarişinizi rahat bir şəkildə eləyə bilərsiniz. 16 dənə sayt haqqında ümumiyyətcə video paylaşmışam. Amerikasından tutmuş Çininə, Türkiyəsinə, İspaniyasına, ondan sonra Rusiyasına, bir çox ölkələrdən sifarişlə bağlı videolarımız mövcuddur. Kanalıma hələ də abunə deyilsinizsə, aşağıdan kanalıma abunə olun, videoları bəyənin. Siz mənə abunə olub videoları bəyəndikcə və aşağıda da öz fikirlərinizi bölüşün mütləq. Bunları etdikcə mən motivasiya alıram və videolar çəkməyə həvəsim olur. Mən xarici bloqerlərə baxıram, insanlar o qədər onlayn şopinqlə bağlı bloqerlərə dəstək olur ki, yəni təkcə öz çıxarı üçün türklər demiş çalışmır da bu insan baxırsan ki, həqiqətən nəsə bir faydalı bir şey paylaşır. Günümüzdə zaten onsuz da hara fırlasaq faydasız şeylər ətrafımızda doludur. Ən azından bu faydasızların içində bir faydalı da tapanda ona dəstək olmaq. Mənim özüm də faydalı bir şey görəndə dəstək oluram hər hansı bir şəxsə. Sizdən də mən gözləyirəm. Hər nəysə, özünüz başa düşdünüz. Çox uzatmıram söhbəti. Onsuz da başa düşən düşür, mənə dəstək olur. Allah da razı olsun ondan. Bu qədər. Bu video haqqında, bu çatdırma haqqında fikirlərinizi mütləq bölüşün. Ümumi çatdırılma müddəti problem yaşamasaydım 15-20 gün olacaqdı maksimum. Amma məndə gəldi 1 ay, 1 ay 10 günə çıxdı. O da dediyim kimi kuryerin problemi idi. Orada pulum zadım da batmır. Yəni siz də kuryerlə bağlı problem yaşasınız, qətiyyən narahat olmayın.